Herkese salam. Bugün sizə mən qərar aldım ki, imtahan həftəmi vloqluyum banında. Deməli, bizim 5 imtahanımız olacaq. Bugün birinci imtahandır. Bugün 18 dekabrdır və Fluid Mechanics'dən, yəni maye mexanikasından imtahandır. Bəli, son bir həftədir bu imtahana hazırlaşsam da vlogu bugün başlatmaq qərarına gəldim. Ümid edirəm ki, axıra kimi davam elətdirə bilərəm və siz də mənim imtahanlara necə hazırlaşdığımı, necə verdiyimi görərsiniz. Bugünkü imtahan barədə təəssüratları nədir? Yəni imtahanın adı ilə bax, Fluid Mechanics'dan bax. Deməli, yetərincə çətin fəndir. Yəni yetərincə. Hətta görmüş olarsınız ki, Instagramda sıralama eləyəndə, yəni engineeringin ən çətin fənlərini deyəndə, birinci növbədə bir ya da ikinci sırada Fluid Mechanics'də, yəni ona görə çətin fəndir həqiqətən də. Amma mən yəni əlimdən gələn eləmişəm, çoxlu sual işləmişəm, yəni qaydaları falan da öyrənmişəm. İndi görəcəyik necə olacaq imtahan. Və imtahana hal-hazırda imtahan saat 14:00-dadır, hal-hazırda 13:26-dır. Yəni təxmini yarım saat vaxt var. Bu yarım saat vaxt ərzində burada əyləşib son təkrarlarımı eləyəcəm. Ümid edirəm ki, imtahan yaxşı keçər. İmtahandan sonra görüşərik. Bəli dostlar, imtahandan çıxdım. Havada qaralır yavaş-yavaş, çünki artıq axşamdır. Əsas məsələyə gələk, imtahan necə keçdi? Yaxşı idi, məncə yaxşı yazdım. Amma çox yorucu idi da, 3 saat idi. Həm də Fluid Mechanics məsələləridir, yəni ağır məsələlərdir. Ona görə də yorucu idi, yoruldum bayağı. Belə, amma məncə pis deyil, yaxşı idi. İndi nəticəsi çıxanda biləcəyik ki, həqiqətən yaxşı keçib, yoxsa yox. İndi isə evə gedirəm. 4 gün sonra, 3 gün sonra tarix imtahanıdır. Onun üçün hazırlaşmalıyam. Və belə sizi mən update edəcəm. Sağ olun. Bəli dostlar, çıxdım universitetdən. Və hava biraz küləklidir. Saçımdan görə bilərsiniz. Və belə küləkli olanda da bura çox soyuq olur, çünki dənizə yaxın ərazidir. Siz hələ buranı qışda görəsiniz. Qar yağanda dəhşət soyuq olur, həddindən artıq. Əllərimiz rəsmən buz kəsir. Nəsə, mövzumuz bu deyil. İndi evə gedirəm. Yəqin avtobus metro eləyəcəm 125-dən gedib sonra metroya. Çünki əslində Y1-ə gedə bilərəm tək avtobusla. Amma indi iş çıxış saatı olduğundan Y1-in dolu olub da məni götürməmə ehtimalı böyükdür. Ona görə də 125, oradan metro. Ən gözəl yol belədir. Bu arada ümid edirəm, eşidirsiniz, çünki külək var və eşitməyə bilərsiniz. Nəsə, görüşək. Hər kəsə salam dostlar. Bugün 22 dekabrdır, yəni tarix imtahanı günü. İmtahana 10 dəqiqə var, indi düşməliyəm aşağı. Fikirlərim nələrdir? Mən tarixdən həmişədən xoşlanmamışam. Zaten tarixi xoşlasam ikinci gün, üçüncü qrupa verərəm, deyilmi? Amma yəni əzbər şeylərdən heç vaxt xoşum gəlmir. Bacardığım qədər oxumuşam. Yəni yadımda saxlamağa çalışmışam. Görək imtahanda necə olacaq. Biraz düzü qorxuram. Amma bilmirəm. İnşallah çıxanda gülərə şəkildə çıxmış olaram. Bəli dostlar, imtahandan çıxmışam. Bir saatdır və hal-hazırda evin yolunda adımlayıram. İmtahandan çıxanda çəkə bilmədim, çünki biraz qarışıqlıq oldu. Uşaqlar falan var idi, ona görə. İmtahan məncə yaxşı keçdi. Oxuduğum yerlərdən düşmüşdü və bacardığım qədər çox yazmağa çalışdım. İmtahan 2 saat idi və 2 saat boyunca dayanmadan yazmışam muşqayla və ona görə də barmaqlarım falan bayağı ağrıdı da, yəni. Yazırdım, sonra fasilə verib, sonra təzədən yazırdım. Biraz çətin oldu. Amma əsas odur, tarix getdi, yəni tarix bitdi. Bunun üçün çox sevincliyəm və artıq rahat bir şəkildə diferensial
yəni riyaziyyatı və prosesi oxuya bilərəm. Video çox qəribə olur çünki ancaq imtahana giriş və çıxışını çəkirəm. Çünki evdə video çəkmək yadımdan çıxır dərs oxuyarkən. Amma çalışacağam ki, çəkim və bəzi şeyləri eləməyi də planlayıram. Çalışacağam, onu da videoya daxil edeyim. Belə, sonra görüşərik. Hamıya salam dostlar. Bugün günlərdən 25 dekabr, yəni ki, Differential Equations imtahan günüdür, yəni riyaziyyat. Yenə bu aralıqda çox şey çəkə bilmədim, çünki yadımdan çıxırdı, amma yenə deyirəm, çalışacağam. Onsuz hələ 2 imtahan var qabaqda. O ərəfələrdə çəkəcəm və indi yola çıxıram, 1 saata falan universitetdə olacam. Sonra da saat 10-da imtahana girəcəyik. Ümid edirəm, yaxşı keçər. Bu arada məncə, yəni, tam hazıram imtahanlara, tam şəkildə. Belə baxmadığım bir məsələ falan yoxdur. Hər şey okeydir. Ümid edirəm ki, elə gözlədiyim kimi keçər və əcayib suallar olmaz. Belə, sağ olun. Görüşərik. Yenidən salam dostlar. Deməli, imtahandan çıxdım. Yaxşı keçdi. Hətta 1 saat tez çıxdım. Yəni imtahan 2 saat idi. Mən 1 saata bitirib çıxdım. Ümid edirəm bunu diqqətsizliklə taçlandırmamışamdır. Yəni ümid edirəm diqqətsizlik eləməmişəm. Amma yəni neçə dəfə yoxladım da yazdıqlarımı düz idilər. Belə, inşallah bu yaxşı olar. İndi mən dostumu gözləyirəm, onun imtahanı bitirməsini. Ora kimi bəlkə universitet turu eləyə bilərəm sizlər üçün. Məsələn, bura adi bir dəhlizdir. Hal-hazırda 2-ci mərtəbədəyəm. Bu şəkildə boş bir dəhlizdir. Sonra buradan keçirik. Və yenə bu şəkildə dəhliz görürsünüz. 2-ci mərtəbədə bu tərəfdən də kitabxanaya gediş var. Ora kitabxanada bu qapı. Belə, kitabxanadan mən keçən illərim çox istifadə eləmişəm dərs oxuyanda da. Bu il elə evdə oxuyuram. Hal-hazırda 2-ci mərtəbədə və yeni il dekorlarını görürsünüz. Demək olar ki, hər yerdə var. Bu şəkildə gedirik. Ümid edirəm ki, səsim gəlir, çünki yavaş danışdığımın fərqindəyəm amma. İnşallah burada universitetin ən məşhur yerlərindən biridir. Demək olar ki, hamının, yəni bütün bu host tələbələrinin burada LinkedIn şəkli var. LinkedIn-dən baxa bilərsiniz. Bu arada, yəni universitetdə oxuyursunuzsa ya da bu hostda oxuyursunuzsa, çox pis utandım. Özümə danışırdım, orada adam var imiş. Aydım. Çox pis utandım, çox pis. Bu arada səsim gəlməsə, alt yazı qoyacağam. Oradan mənim səsimi qulaq asa biləcəksiniz. Belə, yəni universitetin hər yeri eynidir əslində. Çünki normal olaraq, yəni dərs otaqlarıdır, mühazirə otaqlarıdır və s. Bəlkə 3-ə çıxaq, 3-də də eyni şeylərdir. Ona görə də that's it, yəni. Yenidən salam dostlar. Bugün 29 dekabrdır və yeni ilə kimi son imtahandır. Proses industrisi, yəni Introduction to Chemical Engineering. Çox çətin fəndir, həddindən artıq çətindir. Yəni istər teori hissəsi olsun, istər hesablama hissəsi olsun, çox çətindir.
bayaq liftdə adam idi, ona görə sözüm yarımçıq qaldı. Hə, nəsə də, yəni siz başa düşdünüz ki, çox çətin imtahandır. Məncə hesablamanı bacararam çoxu suallarında. Amma teori hissəsi, bu arada teori əzbərləyib belə nəzəriyyətdə nəzərə hissəsidir. Onu bəlkə yaza bilmərəm və əgər hesablamadan da very challenging question olsa, onu da yaza bilmərəm. Bilmirəm də, baxacam. Day istəyirəm ki, verim bitsin də, visiyo başa düşdünüz. Və bugün Secret Santa hədiyyələrini verəcəyik. Mənə düşən qrup yoldaşım oğlandı və belə bir hədiyyəm var. Hədiyyə nədir? Lego və kitabdır. Çünki kitab oxuyan biri də düşünürəm ki, bəyənər də, yəni kitab. Və Lego. Legonu məncə hər kəs bəyənir, çünki çox əyləncəlidir onu düzəltmək falan. Və çox mərak edirəm ki, kim mənə düşüb, yox, mən kimə düşmüşəm və mənə nə alacaqlar. Belə. Və mən yenə dərs oxuyanda video çəkmək yadımdan çıxdı. Bilmirəm, nəsə yadıma düşmür dərs oxuyarkən video çəkmək. Amma bu günlər ərzində ancaq dərs oxumuşam da imtahanımız. Başqa demək olar ki, heç nə eləməmişəm. Belə bütün gün evdə. Belə. Universitetdə görüşərik. Deməli dostlar, imtahandan çıxdım. Tamına 2 saat, yəni bütün vaxtımı istifadə elədim. Çünki suallar uzun və vaxt az idi. Məncə yaxşı keçdi. Bir sualdan əmin deyiləm, qalanlarından əminəm. Yəni ümid edirəm ki, düzdülər. Belə yaxşı idi. İndi biz nəticəni çıxanda biləcəyik. Evdən salamlar hər kəsə. İmtahandan çıxdım, evə gəldim, istirahətimi elədim və hal-hazırda da oturmuşam boş-boş. Çünki gələn imtahan 5 yanvardır və mən istəyirəm ki, 1-2 gün sonra falan başlayayım oxumağa. Çünki yorulmuşam həqiqətən, çox yorulmuşam. Sizə legolarımı göstərə bilərəm. Mən lego yığmaqla da əslində 3 dənə legom var. Çox deyil, amma yenə də göstərim, baxın. Bu bir legomdur. Belə gül legosudur. Belə bir legom var. Bu da gül legosudur. Və belə bir legom var. Bu da yenə gül legosudur. Lego yığmağa həqiqətən çox əyləncəlidir. Və deyək ki, mən bunlardan başlamışam Lego yığmağa da. İndi daha böyüklərini alıb daha çox pieces, hissəcikli və çətin Legoları yığmaq istəyirəm ki, əyləncəli olsun. Belə. Və mən istirahət edəndə nə edirəm bəs? Journalinglə məşğul oluram. Nəsə yazmaqdır, çəkməkdir. Çəkmək belə şəkil yox, sadəcə kiçik şeylərdən, yəni bəlkə göstərərəm nə vaxtsa. Belə kitab oxumağı da sevirəm. Cürbəcür kitablarım var və hal-hazırda 2 kitab var ki, onu oxuyub bitirməliyəm. Biri 5 Feet Apart'dır ingiliscə. Biri də Dağlardan Səda Gəldi, belə bir kitabdır. O da Əfqan yazıçısı tərəfindən yazılıb. Xalid Hüseyni. Əfqandırmı, İrandırmı, unutdum şu anda. Nəsə o tərəflərdən biridir. Belə. Salam dostlar, bir daha. Niyə bir daha deyirəm? Çünki səhər video çəkmişdim. O silindi, yoxdur. Bugün 5 yanvar 2026-cı ildir. Artıq 2026-dayıq, yeni ildəyik. Və bugün mənim termodinamika imtahanım var. Ən çətin imtahanlardan biridir. Yəni hamısı kimi bu da çətindir, amma bu ekstra çətindir mənim üçün. Ümid edirəm ki, yaxşı keçər. Yəni mən əlimdən gələn eləmişəm, oxuyacağımı oxumuşam, işləyəcəyimi işləmişəm. Məncə inşallah yaxşı olar deyə fikirləşirəm. Belə və bu nəhayət ki, birinci semestrin sonuncu imtahanıdır, çox şükür. Sonra bizim başlayır tətilimiz, sonra da ikinci semestr. Belə.
Dostlar, imtahandan çıxmışıq, imtahan bitdi və necə keçdi desəz, çox çətin idi. Həqiqətən dəhşət çətin imtahan idi. Çoxlu nəzəri sual var idi və mənim nəzəriyyəm də həmişədən zəif olubdu. Burada da zəif idi. Ona görə o qədər də yaxşı keçmədi imtahan. Amma heç nə olmaz. Əsas odur, yəni məncə, yəni keçmişəm. Əsas odur kəsilməyib, başqa bir problemi yoxdur zaten. İndi nəticələr çıxanda biləcəm ki, həqiqətən də yəni çoxmu bərbaddır, yoxsa ortadır. Ümid edirəm orta olar. Belə və axır ki, rahat bir nəfəs ala bilirəm və normal həyat rejimimə dönə bilərəm. Çünki imtahanlar bitdi. Artıq semestr tətilidir və heç bir dərs oxumayacağam. Dərslə əlaqəli bir şey oxumayacağam. Belə görüşərik.